Nə qədər dedim pul istəsəz, ağırı qədər belə pul istəsəz verəcəm ki, yetər ki, bunu sağ-salamat ailə uşağına gətirim, təhvil verim. Bəlkə 100 minlərimi xərclədim. 100 minlər. Təkcə Moldovadan Gülhane xəstəxanasına Türkiyəyə uçmaq üçün 55 min manat pul ödənildi. Mənim bir nəqliyyat vasitəm, 2 sürücüm Ukraynada güllələndi. Moldovada yükü boş, İrandan yüklədilər Moldovaya, Moldovada yükü boşaltdılar. Ukrayna üzərindən geri dönərkən Xarkovda düşdülər Rusiya-Ukrayna savaşına. Orada yaralandılar. Biri çox ağır vəziyyətdə Samir, Yusif orada, amma o da yaxından məsafədən güllə yarası hər ikisində. Yusifi sağaltdığı şükür Allah gəldi. Samir'in sağalması zamanımız aldı. Oranın bir dənə professor vardı. O dedi ki, Samir'i xilas eləmək olmayacaq. Onun içində heç nə qalmayıb. O öləcək. Mən hər gün səhər tezdən dururdum. İlahi, Allaha necə yalvarırdım gözümdən yaş aşağı. Deyirdim, bu insan ölümünün vicdan borcu mənim ilahi kürəyimə qoyma. Nə qədər professor edəcək, nə qədər dedim pul istəsəz, ağırı qədər belə pul istəsəz verəcəm ki, yetər ki, bunu sağ-salamat ailə uşağına gətirim, təhvil verim. Söz yox, müharibə mənim müharibəm deyildi, hadisədir, müharibədir olub. Hər kəs, minlərlə insanlar qırılıb, onun günahkarı mən deyiləm. Amma yenə də özümü borclu bildim. Allahdan dilədim, yalvardım, əlimi geri çəkim. Bəlkə 100 minlərimi xərclədim. 100 minlər. Təkcə Moldovadan Gülhane xəstəxanasına Türkiyəyə uçmaq üçün 55 min manat pul ödənildi. Xüsusi samalyota. Onu Xarkovda müəyyən qədər formalaşdırdık, gətirdik. Moldoviyada da səfirin köməkliyi ilə, amma pulları biz ödəyirik. Pulun başını bıraxmışam, kim nə istəyir verib, hər şeyi unutmuş. Şükürlər gəldi Gülhane. Gülhanədə də aşağı yuxarı bir neçə ay müalicə aldım. Oradan gəldi Azərbaycana. Burada da müəyyən qədər dəstək olduq, amma şükür Allah, indi sağ-salamat ailəsi yatdı. Nə xoş bizdə ki, yəni elə bir vicdan borcu yoxumuzdur üzərimizdə.